Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə cümlənin məqsəd və intonasiyaya görə növlərindən danışacağıq. Videoya keçməzdən əvvəl, videonu izləməzdən əvvəl kanala abunə olun və videonu bəyənməyi unutmayın. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçünsə yuxarıda gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək izahımıza. Deməli, cümlənin məqsəd və intonasiyaya görə növləri. Biz normalda məqsədimizdən asılı olaraq cümlələri müxtəlif intonasiyalarda tələffüz eləyirik, doğrudurmu? Bax, həmin o məqsədimizdən asılı olaraq yaranan intonasiyalar cümlənin məqsəd və intonasiyaya görə növlərini yaradır. Bunu yazıda fərqləndirmək üçün müəyyən durğu işarələri, müəyyən göstəricilər var. Adi danışıqda, nitqimizdə intonasiyamızdan asılı olaraq bu müəyyən olunur. Adi məlumat verici intonasiyada deyilmiş cümlə ola bilər, əmr məzmununda ola bilər, hiss həyəcanla deyilmiş ola bilər, hər hansı bir məlumatı öyrənmək üçün deyilmiş, işlənmiş cümlə ola bilər. Bu bizim intonasiyamızda özünü göstərir, amma cümlədə bunları bilmək üçün mütləq müəyyən göstəricilər var ki, onları bilmək tələb olunur. Deməli, nəqli cümlə nədir? Nəqli cümlə məlumat verici xarakterdə olan cümlələrdir. İki növə ayrılır. İsmi xəbərli nəqli cümlə və feili xəbərli nəqli cümlə. Deməli, birincisi ismi xəbərli nəqli cümlə, İkincisi isə feili xəbərli nəqli cümlədir. Nədir ismi xəbərli, nədir feili xəbərli nəqli cümlə? Baxın, əgər hər hansı bir cümlənin sonunda nöqtə işarəsi qoyulubsa və o cümlə ismi xəbərlidirsə, birmənalı şəkildə nəqli cümlə hesab olunur. Çünki nəqli cümlənin sonunda hər zaman nöqtə işarəsi qoyulur, hər zaman nöqtə işarəsi qoyulur və istər-istəməz ismi xəbər olarsa, o cümlə də ismi xəbərli nəqli cümlə hesab olunur. Məsələn, yazıram ki, bu kitab mənimdir. Bu kitab mənimdir. Axırında nöqtə işarəsi qoydum. Baxıram ki, mənimdir xəbər, ismi xəbər doğrudurmu? Və sonunda da nöqtə işarəsi qoyulub. Bax, bu tip cümlələr ismi xəbərli nəqli cümlə hesab olunur. Bəs feili xəbərli nəqli cümlə nədir? Nəqli cümlənin sonunda nöqtə işarəsi qoyulur. Bu öz yerində. Əgər xəbər də feilin şəkilləri ilə ifadə olunubsa, bu artıq feili xəbərli nəqli cümlədir. Burada istisna olaraq bircə əmr şəkli var. Əmr şəkli ilə ifadə oluna bilməz. Deməli, yazıram ki, mən gedirəm. Belə bir cümlə yazaq, mən gedirəm. Nöqtə qoyaq, düzdür? Baxıram ki, nöqtə işarəsi qoyulub. Xəbər də feilin xəbər şəklindədir. Yaxud da ki, mən getməliyəm, mən gedəsiyəm. Fərqi yoxdur. Əmr şəklindən başqa feilin digər istənilən şəklində ola bilər. Nəticə etibarilə, deməli, feili xəbərli nəqli cümlə nəyə deyilir? Feili xəbərli nəqli cümlə xəbəri feilin əmr şəklindən başqa digər şəkilləri ilə ifadə olunan cümlələrə və sonunda nöqtə qoyulması şərti ilə həmin cümlələrə deyirik feili xəbərli nəqli cümlə. Yəni, nəqli cümləsində bu qədər bəsit və sadədir. Diqqətli olsaq elə bilirəm ki, testlərdə rahatlıqla ayırd eləyə bilərik. Nəqli cümləni sual cümləsinə, nida cümləsinə rahatlıqla çevirmək mümkündür. Sonundakı durğu işarəsini dəyişməklə bunu eləyə bilərik. Məsələn, bu kitab mənimdir, nöqtə qoymuşam. Bu olur nəqli cümlə. Sual işarəsi qoysam, olacaq sual cümləsi. Bu kitab mənimdir. Sual işarəsini qoymasam, əvəzinə nida işarəsi qoysam, deyək ki, bu kitab mənimdir. Yəni, bu cümləni hiss həyəcanla demiş olsam, istər-istəməz nəyə çevriləcək? Bu zamanda nida cümləsinə çevrilmiş olacaq. Daha sonra əmr cümləsi nədir? Əmr cümləsi daha sadədir əslində. Əmr cümləsi. Əmr cümləsinin sonunda nöqtə işarəsi qoyulur. Nöqtə işarəsi qoyulur və xəbəri hər zaman feilin əmr şəklində olur. Elə bu şəkildə olur. Ona görə hər zaman da feili xəbərli olur. Məsələn, yazıram ki, mən gedim. Mən gedim. Nöqtə qoyaq burada, düzdürmü? Mən gedim. Sən get, o getsin, biz gedək, siz gedin, onlar getsinlər və s. Bu formada işlənə bilər. Baxın, əmr cümləsi deyən kimi avtomatik ağlımıza əmr məzmunu gələ bilər. Amma bu mütləq deyil. Əmr cümləsində əmr, xahiş, məsləhət, arzu, təkid, müxtəlif məzmunlar özünü göstərə bilər. Əsas məsələmiz sonunda nöqtə qoyulsun və xəbər də feilin əmr şəklində olsun. Bax, feilin əmr şəklində, feil və şəxs şəkilcisi. Doğrudurmu? Bəli, doğrudur. Və yenə deyirəm, əmr cümləsinin sonunda nöqtə işarəsi qoyulur və əmr cümləsi heç vaxt nəqli cümləyə çevrilməz. Çünki nəqli cümlənin xəbəri feilin əmr şəklində olmaz. Nida cümləsi, bu da rahatdır. Nida cümləsi hiss həyəcanla deyilmiş cümlələrdir və nida cümləsinin sonunda nida işarəsi qoyulur.
nida işarəsi qoyulur. Nida cümlələri iki cür yarana bilər. Birincisi sadəcə intonasiyanın hesabına. İkinci köməkçi etkisası olan nidaların hesabına. İntonasiyanın hesabına yarananlar adətən şüarlar olur. Məsələn, yaşasın Azərbaycan, yaşasın Azərbaycan. Sonunda da nida işarəsi qoyulur. Bu nədir? Bu nida cümləsidir və yaranma vasitəsi nədir? Sadəcə nida intonasiyası, yəni hiss həyəcan ifadə edən hər hansı bir cümlədir və nida cümləsidir. Bəs yaxşı, köməkçi etkisası olan nidaların köməyi ilə necə olar? Məsələn, yazaq, vay, vay, komanda uduzur. Komanda uduzur. Belə bir cümlə yazıb, sonunda da uduzur. Nida işarəsini qoyuruq və bu nida cümləsidir. Nida cümləsi nəyin hesabına formalaşıbdır? Köməkçi etkisası olan nidanın hesabına formalaşıb. Bəs yaxşı, nida olan, yəni köməkçi etkisəsindən söhbət gedir, nida durğu işarəsi yox. Yəni cümlənin sonunda nida durğu işarəsi qoyulubsa, o nida cümləsidir. Bəs yaxşı, nida olan istənilən cümlə, köməkçi etkisəsindən söhbət gedir. Nida cümləsidirmi? Xeyr. Məsələn, yazıram ki, ay Nəsib. Ay Nəsib, nə vaxt gəlirsən? Gəlirsən. Belə bir cümlə yazdıq, düzdür? Baxıram ki, burada ay nidasından istifadə olunub, amma sual nida cümləsi yox, cümlə sual cümləsidir. Yəni nida istifadə olunan istənilən cümlə nida cümləsidir deyə bilmərəm. Bu yanlış hökm olar. Daha sonra sual cümləsi. Nədir sual cümləsi? Sual adı üstündədir. Sual məlumat əldə etmək üçün verilən, istifadə olunan cümlələrdir və iki növü var, üç də yaranma yolu var. Deməli, növləri yazaq. Növləri hansılardır? Birinci növü, ikinci növü. Birinci növü yeni məlumat əldə etmək üçün verilən suallar və ya sadəcə yeni məlumat sualları. Yeni məlumat sualları. İkinci növ isə məlumatı dəqiqləşdirmək üçün verilən suallar və ya sadəcə dəqiqləşdirici suallar. Dəqiqləşdirici. Deməli, yeni məlumat əldə etmək üçün verilən suallar və məlumatı dəqiqləşdirmək üçün verilən suallar. Yaxşı, bunlar arasında nə fərq var? Birincisi, deməli, yeni məlumat əldə etmək üçün verilən suallar. Əgər biz elə verdiyimiz sualda soruşduğumuz məsələ haqqında hər hansı bir məlumatımız yoxdursa, o haqda ilk dəfə olaraq məlumat əldə ediriksə, bu suallar yeni məlumat suallarıdır. Yox, əgər verdiyimiz sual haqqında, hər hansı bir məsələ haqqında məlumatımız var, sadəcə onu dəqiqləşdirməyə çalışırıqsa, bu artıq dəqiqləşdirici və ya məlumatı dəqiqləşdirən suallardır. Yaxşı, bunları necə fərqləndirəcəyik? Çox sadə, rahat bir üsulumuz var. Əgər verilən suala hə, yox, bəli, xeyr cavabını verə biliriksə, deməli, o suallar dəqiqləşdirici suallardır. Yox, əgər verilən suallara hə, yox cavabını vermək mümkün deyilsə, o suallar yeni məlumat suallarıdır. Məsələn, deyirəm ki, sənin adın nədir? Buna hə, yox cavabı vermək mümkündürmü? Xeyr, mümkün deyil. Deməli, o nədir? O, yeni məlumat əldə etmək üçün verilən sualdır. Amma desəm ki, sənin adın Nəsibdir, deyəcəksən ki, hə, yox. Və sənə dəxli yoxdur. Və hər hansı bir bu formada hə, yox cavabını verə bilərsən, düzdürmü? Hə, yox cavabını verə bilərsən. Hə, yox cavabını verə bilirsənsə, deməli, o sual nədir? Dəqiqləşdirici sualdır. Yaxşımı? Bu, sual cümləsinin növləridir. Bir də sual cümləsini yaradan vasitələr var. Onu yaradan vasitələr hansılardır? Bir onlara diqqət yetirək. 3 dənə yaradan vasitə var. Birincisi, sadəcə sual intonasiyası. Sual intonasiyası. İkincisi, sual əvəzliyi. Üçüncüsü, sual ədatı. Sual ədatı. Yadda saxlayın, istənilən sual cümləsində sual intonasiyası olur. İstər sadəcə sual intonasiyası ilə yaransın, istər sual əvəzliyi ilə yaransın, istər də sual ədatı ilə yaransın, istənilən sual cümləsində sual intonasiyası olur. Məsələn, nümunə yazaq, birinci növə aid. Sadəcə sual intonasiyasının köməyi ilə yazıram ki, bu kitab sənindir. Bunun sonunda bir dənə nöqtə işarəsi qoyuram. Bax, bu nəqli cümlədir, düzdürmü? Bax, bunun intonasiyasını dəyişsəm, bu kitab sənindir, sual intonasiyasını versəm və sonunda da durğu işarəsi olaraq sual işarəsi qoysam, avtomatik çevrildi. Oldu nə?
sual cümləsi. Deməli, sual intonasiyası ilə sual cümləsi yaratmaq mümkündür və adətən bu tip suallar dəqiqləşdirici suallar olur. Bax, deyirəm ki, bu kitab sənindir, cavab verirsən ki, bəli və ya xeyr, düzdürmü? Deməli, bu nədir? Bu sual intonasiyasının köməyi ilə yaranan sual cümləsidir. Daha sonra sual əvəzliyi ilə köməyi ilə yaranan sual cümlələri, bax, sual əvəzliyinin köməyi ilə yaranan sual cümlələrində birbaşa sual əvəzliyinə cavab verilməlidir. Məsələn, yazıram ki, kim gəlməyib? Kim gəlməyib? Sual işarəsi qoyuruq və kim sualına birbaşa cavab verməliyəm də, deməliyəm ki, Nəsib gəlməyibdir. Verilən sual əvəzliyinin birbaşa cavabı verilməlidir. Yaxşımı? Və yadda saxlayın, sual əvəzliyi ilə yaranan sual cümlələr intonasiyası hər zaman sual intonasiyasıdır. Bu intonasiya dəyişə bilməz. Testdə yazır ki, əgər cümlədə sual əvəzliyi varsa, o cümlədə o cümlə 100% sual cümləsidir, yanlışdır. Çünki elə cümlələr var ki, orada sual əvəzliyi işlənir, amma sual məzmunu yaratmır. Məsələn, yazıram ki, kimin gəldiyini bilmədim. Bax, nöqtə qoydum axırında, düzdürmü? Kimin gəldiyini bilmədim. Baxıram ki, kimin sual əvəzliyidir, amma cümlə sual cümləsi deyil. Dediyim kimi, sual əvəzliyi hər zaman sual yaradır deyə bir şey yoxdur. Daha sonra elə ola bilər ki, cümlə sual cümləsi olar. Cümlədə sual əvəzliyi də işlənər. Amma həmin sual əvəzliyi sual məzmunu yaratmaz. Məsələn, yazaq. Nə istədiyini bilirsən? Nə istədiyini bilirsən? Belə bir sual yazaq. Sual işarəsi qoydum. Sual cümləsidir. Nə istədiyini bilirsən? Sual işarəsidir. Və sual əvəzliyindən də istifadə olunur. Testdə yazır ki, bu cümlədə sual əvəzliyini, sual cümləsi sual əvəzliyi ilə yaranmışdır, yanlışdır. Çünki bayaq dedik axı, sual əvəzliyi ilə yaranan cümlələrdə birbaşa sual əvəzliyinin özünə cavab verirsən. Bax, deyirəm ki, kim gəlməyib, cavab verirsən ki, Nəsib. Və sual əvəzliyi ilə yaranan cümlələrə yadda saxlayın. Heç vaxt hə yox cavabı vermək olmur. Yenə deyirəm. Əgər sual məzmunun yaradan vasitə sual əvəzliyi olarsa, o cümləyə hə yox cavabını vermək olmur. Məsələn, kim gəlməyib? Buna hə yox deyə bilərsənmi? Xeyr. Amma fikir verin bu cümləyə. Nə istədiyini bilirsən? Deyirəm, bəli. Bax, hə yox, bəli, xeyr cavabını verə bilirsən bu cümləyə. Doğrudurmu? Doğrudur. Deməli, bu cümlədə sual əvəzliyi işlənsə də, sual yaradan vasitə sual əvəzliyi deyil. Burada sualı yaradan vasitə sadəcə intonasiyadır. Çünki mən bunun sonundakı sual işarəsini silsəm, əvəzinə nöqtə işarəsi qoysam, bu nəqli cümləyə çevriləcək, düzdürmü? Nə istədiyini bilirsən. Deməli, burada sual əvəzliyi sual yaradan vasitə deyil. Amma əgər, bax, kim gəlməyib cümləsində sual işarəsini sil, kim gəlməyib? Mən bunu heç cür nəqli cümləyə çevirə bilmərəm. Çünki kim orada sual intonasiyasını yaradır. Daha sonra sual ədatının köməyi ilə yaranan sual cümlələr. Birinci sual ədatları hansılardır? Bunları bilməliyik. Bəs, məgər, yəni, mi, mu, mü, ki, bir də ki, bəyəm. Bunlar nədir? Bunlar sual ədatlarıdır. Bax, yazıram ki, bəs dərsi oxumamısan? Bəs dərsi oxumamısan? Bəs dərsi oxumamısan, sual işarəsini qoydum. Burada nədən istifadə elədim? Bəs sual ədatından istifadə edirəm. Yaxud da deyirəm ki, yəni dərsi oxumamısan? Dərsi oxumamısanmı? Dərsi oxumamısan ki, və s. bu formada sual ədatlarının köməyi ilə sual cümləsi yarada bilərəm. Bəs yaxşı, sual ədatı olan istənilən cümlə sual cümləsidirmi? Xeyr, bu da belə deyil. Elə cümlələr var ki, sual ədatı var, amma sual cümləsi deyil. Məsələn, yazıram ki, gəldinmi, mənə xəbər ver. Xəbər ver. Bax, sonunda nöqtə işarəsi qoydum, nəqli cümlədir. Və mi ədatından istifadə olunubdur. Bu da sual ədatıdır. Deməli, sual ədatı var cümlədə, amma cümlə sual cümləsi deyil. Bəs bunda da ki, mi ədatının funksiyası nədir? Tabeli mürəkkəb cümlələrin tərəflərini bağlayan vasitələr var. Bağlayıcı söz, sasə şəkilçisi, mi ədatı. Baxın, buradakı mi ədatı tabeli mürəkkəb cümlənin tərəflərini bağlayan vasitə hesab olunur. Daha sonra sual yaradan
Bu üç vasitə ki var, sual intonasiyası, sual əvəzliyi və sual ədatı. Bu üç vasitənin üçünün də eyni anda istifadə olunduğu cümlələrə isə deyirik kompleks sual cümlələri. Kompleks sual cümlələri. Deməli, həm sual intonasiyası, həm sual əvəzliyi, həm də sual ədatının iştirak etdiyi. Zaten sual əvəzliyi və sual ədatı varsa, orada onsuz da sual intonasiyası var. Məsələn, deyirəm ki, bəs kim gələcək? Kim gələcək? Sual işarəsi. Bax, bəs sual ədatı, kim də sual əvəzliyi. Cümlədə sual cümləsi, düzdürmü? Sual cümləsi varsa, zaten sual intonasiyası var. Sual əvəzliyi və sual ədatda zaten iştirak eləyib. Deməli, bu cümlə necə sual cümləsidir? Kompleks sual cümləsidir. Mövzu haqqında deyəcəklərim bu qədərdir. Əlavə məlumat almaq üçün, əlavə suallarınız olarsa, qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin dərslərimiz haqqında ətraflı məlumat almaq üçün də həmin nömrəyə yaza və ya zəng eləyə bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.